Bu günlərdə Aqil Abbasın bir fikri yenidən gündəm oldu. Deputat Milli Məclisin üzvü Aqil Abbas çıxışında bildirdi ki, tələbələr yay tətilindəki 2 aylıq fasilədə könüllü gedib işğal altından azad etdiyimiz ərazilərdə gedən tikintilərdə könüllü şəkildə iştirak etsin. Və görün bu nə qədər absurd bir fikirdir. Görün bu ümumiyyətlə bu nə düşüncədir? Biz kommunist partiyasıdır sanki Azərbaycanda hakimiyyətdə, sanki biz yenə də 70-ci illərdəyik və insanları yay tətilində tələbələri və yaxud da ki məktəbliləri aparıb hardasa pambıq sahələrində, hardasa çay plantasiyalarında, çəltik yığımında onları istismar edirlər. Ümumiyyətlə bir ziyalı, xüsusilə də Aqil Abbas kimi ədəbiyyat cəmiyyətinin bir insanı, ədəbiyyat ruhuna malik, ən azından bizim elə hesab etdiyimiz ədəbiyyatçı bir ruha malik bir insan necə bu cür çıxış edə bilər? Necə öz ölkəsinin gənclərinə, tələbələrinə 21-ci əsrin 26-cı ilində bu cür istismarçı mövqeyi ilə çıxış edə bilər? Ümumiyyətlə siz insanları nə hesab edirsiniz? Hansı dövrdür? İnsanlar işləyirlər, bunun müqabilində əmək haqqı alırlar, maaş alırlar. Amma siz bir insanın ən gözəl illərini, onun tələbəlik illərində, onun o qayğısız tələbəlik illərində 2 aylıq tətili belə onlara çox görüb, onları istismar etməyə, onların əməyindən sui-istifadə etməyə çalışırsınız. Və bu barədə çıxış edirsiniz. Və həm də siz deputatsınız və siz həm də bir ədəbiyyatçısınız. İnsanlar sizi yazar kimi tanıyır. İnsanlar sizi bir müəllim kimi tanıyır. Hörmətli Aqil Abbas, sizin çox gözəl bir əsəriniz var. Mən açığı həmişə o əsəri müasir Azərbaycan ədəbiyyatının bəlkə də top 20-liyində, bəlkə kimlərəsə görə top 10-luğuna aid ediləcək bir əsər hesab edirəm. Allahı qatil edənlər əsəri. Yəni oxuyanlar bilər əsərin motivi ümumiyyətlə nədən gedir və əsərdə bir akademik obrazı var. Hansı ki, bu akademik elə digər öz həmyaşıdlarından fərqli olaraq daha təhsilli, daha intellektual, öz hüquqlarını daha yaxşı bilən, cəmiyyətdə baş verən hüquqsuzluqları, ədalətsizlikləri görən və buna öz çapında münasibət bildirən və bu ədalətsizliyə öz çapında qarşı çıxan bir obraz siz yaratmışdınız da müasir Azərbaycan ədəbiyyatının. Mənə görə şəxsən ən önəmli obrazlarından və ən önəmli əsərlərindən biridir Allahı qatil edənlər əsəri. Bəs, hörmətli Aqil müəllim, sizin yazdığınız Allahı qatil edənlər əsəri ilə sizin Milli Məclisdəki o çıxışınız, sizin ümumiyyətlə tələbələrə qarşı istismarçı mövqeyidən çıxışınız, sizin ümumiyyətlə sovet düşüncə forması ilə, kommunist düşüncə tərzi ilə Azərbaycanlı gənclərə səslənməyiniz nə qədər ümumiyyətlə uyğundur? Və biz indi hansı Aqil Abbası seçək? Biz indi hansı Aqil Abbasa hörmət edək? Hansı Aqil Abbası biz ziyalı hesab edək? Milli Məclisdə bugünkü çıxışı edənmi, yoxsa Azərbaycan ədəbiyyatına Allahı qatil edənlər əsərini verən və yaxud da ki, oradakı akademik obrazını bəxş edən Aqil Abbasa? Hər halda mən bir daha təkrar edirəm, o əsəri oxuyanlar bilər söhbət nədən gedir və həqiqətən də məncə məsləhətli bir əsərdir. Ən azından Azərbaycan ədəbiyyatı ilə maraqlananlar, xüsusilə də müstəqillik dövrünə aid bizim çox da böyük bir ədəbiyyat seçimimiz yoxdur. Və oxuyanlar, oxumaq istəyənlər ən azından PDF linkini belə mən kitab kimi satışda görməmişəm, açıq etiraf edim. Mən özüm də onu PDF formasında, elektron qaydada oxumuşam. Aqil Abbasın o çıxışı ümumiyyətlə bunu biz xüsusi qeyd edək. Bu məsələ təkcə mən düşünürəm ki, Aqil Abbasın, Aqil müəllimin özünün konkret düşüncəsindən qaynaqlanmır. Ola bilər təbii ki, yaşlı insanın da onun həyatının çox böyük bir hissəsi Sovet dövründə təsadüf edir. Onun ruhunda da o Sovet çalarlarının, onun düşüncələrində də o kommunist partiyası sistemindən gəlmə ruhunu biz doya bilərik. Bu normaldır o yaşda insanlar üçün, uzun illərdir artıq siyasətdə olan insanlar üçün. Amma mən düşünmürəm ki, bu təkcə həm də Aqil Abbasın öz fikri. Biz mətbuatda artıq bir neçə ildir biz görürük ki, Qarabağda işğal altından azad etmiş torpaqlarımızda biz, bəli, orada çox saylı tikinti layihələri gedir,
Hər yerdə binalar tikilir, insanlar üçün evlər hazırlanır. Biz müəyyən layihələrlə razılaşmasaq da, şəxsən mən özüm də kənd yerini ümumiyyətlə bir layihə formasında, standart evlər formasında görmək istəmirəm. Təbii ki, bu tamamilə başqa bir mövzudur. Amma biz mətbuatda daha çox nəyi görürdük? Mətbuatda onu görürdük ki, həmin ərazilərdə abadlıq işlərinə aparılanda, ümumiyyətlə tikinti işlərinin aparılmasında bəzi fəhlələr, orada işləyən bəzi vətəndaşlarımız etiraz edir ki, bizim pullarımız vaxtında ödənilmir və yaxud da ki, bizim pullarımız az ödənilir və yaxud da ki, bizə göstərilən məbləğdən daha az məbləğ ödənilir. Təbii ki, bu müəyyən şübhələr yaradır. Həmin ərazidə gedən şəffaflıqla bağlı ümumiyyətlə, oradakı tenderlərlə bağlı, oradakı işlərlə bağlı və oradakı görülən işlərin keyfiyyəti ilə bağlı həmçinin. Ən əsas məsələ budur. Elə bu yaxınlarda nə qədər vətəndaşın oradan video görüntüləri yayılmışdı ki, onlar sosial şəbəkələrdə etiraz edirdilər ki, bu evin keyfiyyəti çox aşağıdır, damın keyfiyyəti çox aşağıdır və s. və ilaxır. İndi də bəlkə də təbii ki, mən bu öz qənaətimdir. Həmin o şirkətlərlə bağlı nələrsə məsələlər var ki və bir növ bu səsi də eşitdirmək istəyirlər insanlara ki, baxın, biz ola bilər ki, növbəti mərhələlərdə sizin övladlarınızı pulsuz aparıb işlətdirək və adını da qoyaq ki, bu müqəddəs bir vəzifə borcudur, belə pafosla, iri hərflərlə böyük bir, ola bilər ki, hətta bundan sonra Mirşahin də bununla bağlı bir video çəksin yeri gəlmişkən. Və o da çıxışında deyə bilər ki, bəli, Aqil müəllim çox gözəl təklif irəli sürüb. Bu torpaqlar müqəddəs torpaqlardır. Biz nə qədər şəhid vermişik. Biz ona görə də bizim övladlarımız gedib orada pulsuz işləməlidir. Bəli, burada nə var ki? Hətta bu çıxışlar da ola bilər. Mirşahin kimi insanların əli, necə ki, Aqil Abbas bunu start verdi. Amma heç kəs düşünməyəcək ki, bəli, o torpaqlar Azərbaycanlılar işğaldan azad edib. Amma bəs dövlət nə üçündür? Əgər bu işi dövlət görürsə, dövlət niyə öz vətəndaşlarını pulsuz istismar etməlidir? Və hansı tip vətəndaşları ki, onlar tələbələrdir, onlar gənclərdir, onların 19-20 yaşları var. Necə onlara qıya bilərlər ümumiyyətlə? Yəni, Aqil müəllim, siz bir müəllim kimi, siz bir ziyalı kimi, siz bir ədəbiyyatçı kimi, siz necə 19-20 yaşlı gənclərin yayda öz 2 ay sadəcə istirahət vaxtında, asudə vaxtlarını gedib palçıqla, torpaqla, fiziki işlə yüklənən bir şəraitdə gedib 2 ay pulsuz işləməsini təklif edə bilirsiniz. Ümumiyyətlə, bu haqda çıxış edə bilirsiniz. Bu ayıbdır. Bəli, bu ayıbdır. Hətta mən dünən gördüm, Aqil Abbas səhv etmirəmsə, müsahibəsində bildirib ki, yeni bir müsahibəsində bildirib ki, mən onların pulsuz orada işləməsini təklif etməmişdim. Yanlış anlaşılma oldu. Necə yəni yanlış anlaşılma oldu? Könüllülük prinsipi nə deməkdir? Könüllülük prinsipi nə deməkdir ümumiyyətlə? Bəli, siz gedirsiniz Qarabağda könüllü işləyirsiniz, amma biz sizə 2000 manat maaş veririk. Belə bir cümlə olur ümumiyyətlə Azərbaycan dilində. Belə bir iş qrafikası, belə bir ümumiyyətlə sistemdə belə bir anlaşma var. Bəlkə də centlmen anlaşmasıdır, mən bilmirəm. Olmaz. Tələbələr, gənclər bu ölkənin sütunlarıdır. Azərbaycanın biz, bütün ziyalılar, bütün ümumiyyətlə sizin kimi bütün ziyalı insanlar, yaşlı insanlar, ağsaqqallarımız necə deyərlər. Əksinə siz dövlətə çağırış etməlisiniz ki, gənclərin asudə vaxtlarının daha yaxşı keçirilməsi üçün müəyyən işlər görülsün, tələbələrin rifah məsələsini düzəltmək üçün təhsilatları ləğv edilsin ümumiyyətlə dövlət universitetlərində və yaxud da ki, minimuma indirilsin və yaxud da ki, müəyyən güzəştlər tətbiq olunsun. Bir ailədə bir neçə tələbə varsa, onların biri təhsil haqqı ödəyirsə, dövlətə digərləri təhsil haqqından azad olunsun. Və siz, Aqil müəllim, siz bu cür təkliflərlə tələbələrin önünə çıxılası bir adamsınız əslində, amma siz tələbələrə qarşı istismarçı bir mövqe ilə bu cümlədə işlədən bir insan kimi tələbələrin, vətəndaşların və gənclərin qarşısına çıxırsınız. Mən şəxsən yaraşdırmadım. Bəli, mən başa düşürəm Aqil Abbasın onsuz da siyasi mövqeyi hələ uzun illərdir, bəllidir hansı pozisiyada durub. Amma istənilən halda nə qədər də hökumətə meyilli, hökumətə yaxın sistem daxili bir insan kimi, bir deputat kimi tanınsa da Aqil Abbas, ən azından onun ziyalılığına görə
onun ədəbiyyatçı ruhuna görə, onun bir müəllim obrazına görə ən azından Aqil Abbas fikrimcə öz çıxışlarında, öz ümumiyyətlə xalqa yönəlik çıxışlarında xüsusilə və həm də gənclərə yönəlik, hansı ki, o onların müəllimidir, dolayısıyla yolla yönəlik çıxışlarında mən düşünürəm ki, daha diqqətli olmalıydı, daha ehtiyatlı olmalıydı. İndi vəziyyət budur ki, sadəcə və sadəcə cəmiyyətdə, parlamentdə, Azərbaycan Respublikasının parlamentinə, bizim Milli Məclisimizə, yəni çox böyük nifrət və hiddət formalaşdırılır. Elman Nəsirov kimi, Siyavoş Novruzov kimi, elə Aqil Abbas kimi insanların çıxışlarıyla. Hələ uşaq pulu mövzusunda digər Günay Ağamalının hələ mən çıxışını demirəm və yaxud da ki, bu yaxınlarda daha bir yapıcı deputat çıxıb az qala dövlətin bütün institutlarını tənqid edir. Halbuki özü Yeni Azərbaycan Partiyasının deputatıdır. Yenə də Günay Ağamalı tamamilə başqa bir partiyanı təmsil edir. Aqil Abbas müstəqil deputatdır. Yəni bir tərəf namizəd kimi parlamentdədir. Amma digərləri ümumiyyətlə Yeni Azərbaycan Partiyasının üzvü ola-ola Yeni Azərbaycan Partiyasının təmsil edən məmurları tənqid edirlər. Onların həm də Yeni Azərbaycan Partiyasının rəhbəri olan İlham Əliyevin təyin etdiyi icra başçılarını tənqid edirlər. Mən başa düşə bilmirəm. Burada da ümumiyyətlə necə bölünüb bu işlər, necə deputat, yapın deputatı yapın sədrinin təyin etdiyi icra başçısını niyə tənqid edir? Yapın deputatı yapın sədrinin həm də prezident olan İlham Əliyevin təyin etdiyi məmurları, yəni birinci dərəcəli məmurları necə tənqid edir? Siz kimdən kimə şikayət edirsiniz? Bunların hamısının təyinatçısı sizsiniz. Bunların hamısının siyasətini güdən, bu sistemi quran, bu sistemi ayaqda saxlayan sizsiniz. Siz kimdən kimə şikayət edirsiniz? Ümumiyyətlə, həqiqətən də Azərbaycan çox qəribə bir siyasi ölkədir. Ümumiyyətlə, Azərbaycanda siyasət çox mürəkkəbdir. Azərbaycanda siyasət həmişə gözlənilməzlər üzərində qurulub. Burada dəqiq siyasi təxminlər, burada hər hansısa bir siyasi analitika mən deyərdim ki, çox da doğru, dürüst işləmir. Çünki hökumətin tamamilə fərqli siyasi addımları olur. Və Azərbaycan həm də elə bir ölkədir ki, elə mən fikrimi Aqil Abbasla tanımlamaq istəyirəm. Azərbaycan həm də elə bir ölkədir ki, vaxtilə sən yaratdığın bir əsərin qınadığın insanların obrazına dönüşsün. Aqil Abbas özünün yaratdığı Allahı qatil edənlər əsərində qınadığı o Allahı qatil edənlər kəsiminin hal-hazırda artıq təmsilçisi və yaxud da ki, bir parçasına dönmüş.